Ata Es-Süleymi rahimehullah, o da tabeinlerdendir. Düşünün ki subhanallah, külək əsirdi. Külək əsirdi, yağış yağırdı. Evinə girirdi. Evinə girirdi, əhlinə deyirdi ki, bu külək, bu yağış mənim günahlarım səbəbindən əsir subhanallah. Mənim günahlarıma görə yağır. Deyirdi, kaş ki bir dənə ata dünyasını dəyişərdi, bütün insanlar deyə rahatlaşardı. Ata bilirsiniz kim idi? Allahu Akbar. Rahimehumullah. Onlar dağ alimlər idi. Dağ. Dində, yəni möhtəbər, bilinmiş, tanınmış. Rahimehumullah. Həm elmləri ilə, həm təqvaları ilə, həm ibadətləri ilə. Bu cür alimlər qorxurdular subhanallah. Deyir, kaş ki ata ölərdi deyir. İnsanlar dincələrdi. Bax, mənim üzümdən deyə bu külək əsirdir. Tufan qalxıb. Mənim üzümdən bu cür lehsan yağış yağır. Baxın, sələflər rahimehumullah nə cür qorxurdular subhanallah. Qorxurdular nəydən? Qorxurdular günahlardan. Ya Sufyanu, bunu əzbərləyək. O elə belə şey deyil. Yadıma gəlir, özümün başıma gələn bir əhvalat. Allah sizlərdən razı olsun. Bir günləri bir yerə getməliydim. Gedəcəyim səfər hansı ki məşəqqətli bir səfər idi. Müəllimlərimizdən, şeyxlərimizdən birindən nəsihət tələb etdim ki, bir tövsiyə edərsən, bir nəsihət edərsən ey şeyximiz. O şeyx mənə dedi ki, əgər bacarırsansa, 2 dənə ayət var Quran-ı Kərimdə. Onları sənə deyim, yaz vərəqdə, gəzdir zibində. Bu səfər müddətində hər dəfə o vərəqlərə bax. Bir gündən bir, 2 gündən bir, subhanallah. وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَى فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Bu ayətləri oxudu şeyx. Həfizahullah. Kim Rəbbinin qarşısında dayanacağı gündən qorxarsa, bu qorxuyla öz nəfsinə, nəfsi istəklərini haram edərsə, öz şəhvətlərini, nəfsi istəklərini haram edərsə, فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَى. Onun məkanı cənnət olacaq.